Abtalib müəllim, istərdim sizdən soruşum. Kiyev qərbdən təhlükəsizlik zəmanəti alarsa, Donbasdan çıxarmı? Ümumiyyətlə, qərb niyə bu təhlükəsizlik zəmanətini də vermir? Çünki nəyin bahasına olursa olsun, istəyirlər sülh razılaşması imzalansın. Amma Ukrayna da deyir ki, təhlükəsizlik zəmanəti verin, biz də oturaq da o danışıqlar masasına, elə deyil? Bilirsiniz, Ukrayna yəqin xatırlayırsınız, Ağ Evdə məşhur o fevral ayında qalmaqal oldu. Orada əsas mübahisə nəyin üstündə idi? Həmin Ukrayna ilə imzalanacaq müqavilə üçün getmişdi və Zelenski dedi ki, mənə təhlükəsizlik zəmanəti verin bunun qarşılığında. Və vermədilər. Sonradan müqavilə imzalandı daha ağır şərtlərlə. Ancaq təhlükəsizlik zəmanətini indi də sülhə deməli bağlayıblar ki, sən sülh sazişinə qol çək, biz də sənə təhlükəsizlik zəmanəti verək. Müharibə bitməsə biz bunu eləyə bilmərik. Müharibənin də bitməsi üçün sən Donbasdan çıxmalısan. Nəyə görə Amerika Birləşmiş Ştatları bunu eləyir? Çünki başa düşür ki, sülhə mümkün qədər tez nail olmağın yolu Ukrayna təzyiqdən geçir. Niyə çıxmır? Ukrayna Donbasdan niyə çıxmır Fikrətmən? Çıxsın, məsələ bağlansın. Abtalib müəllim də təsdiq eləyər. Donbasdan çıxmaq praktik olaraq sonraki işğal üçün yaşıl işıq yandırmaq qədərdir. Mən Ukraynalı siyasi şərhlərinə də qulaq asmışam. Yəni onlar da eyni fikirdədirlər ki, Donbasdan çıxmaq ona görə möhkəm dayanıblar Donbasın üzərində və o ərazi ki, səhv eləmirəmsə 20-25%də ərazi, yəni Donbasın işğal olunmamış ərazi. 15-17%. 15-17%. Yəni bu ərazidən çıxmaqla sanki sonraki işğal üçün. Axı kim zəmanət verəcəkdir ki, Rusiya oranı götürəndən sonra öz işğalını davam etdirməyəcək. İndi biz səslər eşidirik də ki, biz Kiyevdə götürmək istəyirik, Odessanı götürmək istəyirik. Bu səsləri də eşidirik. Yəni bu səslər eşidilə Rusiyanın sözünə və yaxud da ki, onun özünə nə cür güvənib, etimad edib oradan çıxmaq olar. Ona görə də Ukraynada bilir nə edir. Ukrayna da oradan çıxmır. Yəni o yaşıl işığı sabah üçün Rusiyaya yandırmaq istəmir. Ona görə orada dirəniş göstərir. Hətta deyilən, Abtalib müəllim də dedi ki, bəzi digər əraziləri, hətta o işğal altında olan əraziləri güzəştə getməyə hazırdır. Ancaq Donbasın o hissəsini, yəni özünün nəzarətində olan hissəsini vermək istəmir. Siz də razısınız Abtalib müəllim. Donbasdan vaz keçsə Ukrayna, Moskvanın iştahı daha da arta bilərmi? Əksinə qalsa bu Ukrayna ekspertlərinin fikridir. Mən siz necə düşünürsünüz? Rusiya təbii ki, güvəniləcək bir dövlət deyil. Ancaq sülh sazişi olsa və bunun arxasında Amerika Birləşmiş Ştatları və Avropa dayansa, o qədər də asan deyil ki, sonradan Rusiya bunu pozsun və əlavə ərazilər işğal eləməyə çalışsın. Çünki onsuz da ağır durumdadır. Və onda mən hesab edirəm ki, Amerika və Avropa birləşib Rusiyanı məhv eləyə bilərlər. Ancaq müəyyən qədər təbiidir ki, bu təhlükə var. Bir də bir məsələ var. Zelenski müharibə ərəfəsində çox əlverişli təkliflərdən imtina edib. Və Macronun missiyası oldu. 8 fevral 2022-ci il. Macron Moskvada görüş keçirdi və Putin'i razı saldı ki, yalnız Kırım səndə qalır, Ukraynada neytrallıq öhdəliyi götürür, müharibə başlamır. Razılaşdılar. Donetsk və Luganska Minsk 2 sazişinə görə xüsusi status verilməliydi. Bu da təbiidir ki, tələblərdən biridir. Macron gəldi Kiyevə 8 fevralda. Zelenski mətbuat konferansında dedi ki, Zelenski də razıdır. Özü dedi, Zelenski səsini çıxartmadı. Sonradan deməli fevralın 10-unda 2 gün sonra nümayəndələr Almaniyada görüşdülər və Ukrayna bunu imzalamaqdan imtina elədi. Təsəvvür edin. Yalnız neytrallıq qarşısında Donetsk və Luganska xüsusi status verməklə bir Kırım itirirdi Ukrayna. Razılıq vermədi. İndi Kırımdan başqa 100.000 kvadrat kilometr ərazi işğal altındadır. Buna hələ üstəlik Donbasın yerdə qalan hissəsini də versin. Təbiidir ki, Zelenski buna cəsarət eləmir və deyir ki, hətta mən əmr versəm də əskər çıxmaz oradan. Yəni, bax, belə bir ağır durumdadır Zelenski. İstanbulda, misal üçün, əlverişli şərtlərlə razılaşma olmuşdu. Paraflamışdılar.
Həmin şərtlərə görə hətta Rusiya Ukrayna ilə Krımı da müzakirə eləməyə hazır idi. Orada göstərilirdi ki 10-15 il ərzində iki prezident, iki dövlət başçısı həm Donetsk və Lugansk işğal olmuş ərazilər, həm də Krımın məsələsini müzakirə edirlər və sülh yolundan bir çıxış nəticəyə nail olmaq istəyirlər. Zelenski özü də layihə Zelenskinin layihəsi idi. Yəni Ukrayna vermişdi. Sonradan bilirsiniz ki Johnson gəldi Kiyevə və Ukrayna nümayəndə heyətinin rəhbəri Araxamya dedi ki Johnson gəldi, dedi ki sülh ola bilməz. Belə aydın olur ki Ukraynanı bu savaşa təhrik ediblər. Təbiidir ki Amerika Birləşmiş Ştatları və Böyük Britaniya Ukraynanı bu savaşa təhrik elədi. Məqsəd Rusiyanı zəiflətmək idi. Bilirsiniz ki 2020 İstədiklərinə nail oldularmı? Zəiflədə bildilərmi Rusiyanı? Təbiidir. Görün, baxın Fikrət müəllim dedi. Rusiya, düzdür deyirlər ki 2024-cü ildə müdaxilə məhsul 5% artdı, ya nə qədər artdı? Hərbi sənayenin hesabına da Absalib müəllim, ancaq hərbi sənayenin hesabına. 23-24 illərdə o artımlar olub, gerçəkdən o artımlar olubdur. Amma bu ancaq hərbi sənayenin hesabınadır. Ancaq görün Rusiya nə qədər geri düşdü. Rusiya bu cür yanlış siyasət yeritməsəydi, indi yəqin ki 3 trilyona yaxın, əgər 2015-ci ildən bu tərəfə deyirəm, 2013-cü ildə hardasa 2 trilyona yaxın idi onun ümumdaxili məhsulu. 2013-cü ildə. Sonradan bu Krımın tutulması, o sanksiyalar, 30 mindən artıq sanksiya tətbiq olunub Rusiya, təsəvvür eləyin. 30 mindən artıq. Və hələ bu dövlət dayanıbsa da, bu da Rus xalqının bədbəxtliyidir də. Ən ağır həyat tərzinə də dözürlər də bu insanlar. Başqa bir dövlətdə yəqin ki, ayağa qalmışdılar. Ancaq Rusiyada insanlar, Ruslar belədir də. Hələ də dəstək verirlər, təsəvvür eləyin. Putinə hələ də dəstək var. Çox təəssüf ki, bu da reallıqdır. Ancaq Rusiyanı çox ağır günlər gözləyir. Getdikcə zəifləyir, bu dəstək getdikcə zəifləyir. Xüsusilə də dron hücumları nəticəsində o müharibəni ki, canlı görürlər. Filmlərdən yox, telekanallardan yox, canlı görürlər. Bu artıq böyük bir narazılıq əmələ gətirir və eyni zamanda bir həqiqət də var. Gəlin onun da üzərində bir qədər dayanaq. Nə qədər ideoloji cəhətdən Rus insanı Putini dəstəkləsə də, yəni bu müharibəni dəstəkləsə də ki, biz bəli o torpaqları işğal etməliyik və Ukraynanın şərqini ən azından özümüzə qatmalıyıq desələr də, amma insan ki, öz ehtiyaclarını bir insan olaraq ödəyə bilməyəcəkdirsə, yəni özünün sosial problemlərini həll edə bilməyəcəkdirsə, ailəsini dolandıra bilməyəcəkdirsə, iş yerini itirəcəkdirsə və eyni zamanda da evinin içində müharibəni görəcəkdirsə, o mümkün deyil ki, bir xeyli müddət də bundan sonra Putinin siyasətini davam etdirsin və yaxud da onu dəstəkləsin. Bugün siz bilirsiniz, 1.200.000-dən artıq itki var bu müharibədə. Aşağı yuxarı biz hesablasaq, Abdal müəllim, hər ailənin bir itkisi var. Bir itkinin bir atası, bir anası, nə bilim, bir qardaşı, bir bacısı, bir qohumu. Mən təxminən belə bir ortalama bir hesablama aparmışam. Bir insanın ətrafında geniş çevrəsində bir 20, 30, 40 adam olur. Qohum, əqrəba, dost, tanış, yaxın. Yəni bir insanın faciəsi o 30-40 adamın yaşadığı bir ağrıdır. Bu hesabla Rusiyada bu müharibənin toxunmadığı, bu itkilərin toxunmadığı ailə qalmır. Yəni bu gəlir ortalama hesabla gəlib çıxanda, gəlir çıxardasa demək 120-130 milyona Rusiyada nə qədər əhali yaşayır ki?